Salam əziz şagirdlər, Könül müəllimənin test toplusundan tənəffüs sistemi bölməsinin məsələlərinə baxaq. Əgər insan sakit nəfəs aldıqdan sonra dərindən nəfəs verirsə, xaric olan havanın miqdarı neçə kub santimetr olar? Biz sakit halda nəfəs alanda qəbul etdiyimiz hava tənəffüs havası və yaxud da dəyişən hava adlanır və bu 5 kub santimetrdir. Dərindən nəfəs verəndən sonra xaric elədiyimiz hava ehtiyat hava adlanır. Bu isə 1000 kub santimetrdir. İndi mənə deyir, dərindən nəfəs verərsə, xaric olan havanın miqdarı bu 1000 kub santimetr ehtiyat havanı hesablayacağıq. Bir də 500 tənəffüs havasını hesablayacağıq. Onda bunu da cəmi eləyəcək 1500 kub santimetr. Cavabımız olacaq B bəndi. 24-cü sualı deyir, əgər insan dərindən nəfəs aldıqdan sonra dərindən nəfəs verərsə, nə qədər hava xaric edər? Deməli, mən əgər dərindən nəfəs alıramsa, bir tənəffüs havasını qəbul edirəm, yəni sakit halda nəfəs aldığım havanı qəbul edirəm. O 500 kub santimetrdir. Əgər dərindən də nəfəs alıramsa, onda qəbul elədiyim hava əlavə havadır ki, o da əlavə hava 3000 kub santimetrdir. İndi mənə dərindən nəfəs aldığıma dediyimə görə, bu sıfırın birini artıq yazım, bir əlavə havanın üstünə gəlməliyəm, bir də tənəffüs havası, bunu sıfırları artıq yazmışam, 3500 eləyəcək. Və nəfəs aldıqdan sonra dərindən nəfəs verərsə, bizə dedik ki, dərindən də nəfəs verərsə 1000 kub santimetrdə ehtiyat havanı xaric eləyəcəm. 3500-ün də üstünə 1000 gələcəm, eləyəcək 4500 kub santimetr. Və deyir ki, bu hava necə adlanır? Bu havada ağciyərin həyat tutumu adlanır. Yəni tənəffüs hava, əlavə hava, üstəgəl ehtiyat hava. Bunlar ağciyərin həyat tutumudur. 4500 C bəndi. Sonra 25-ci sual. Verilmiş qrafika əsasən ağciyərlərin tənəffüs potensialını hesablayın. Ağciyərlərin tənəffüs potensialı tənəffüs hava üstəgəl əlavə havanın hesablanır. İndi biz burada tənəffüs havasına baxaq. Tənəffüs havası görürük ki, bu 3000-dən 2500 arasında yerləşir. Onda 3000-dən 2500 çıxanda eləyir 500. Tənəffüs havası 500-dür. Və dedik ki, əlavə havanı da hesablama. Əlavə havada 5700-dən 3000-i çıxanda eləyir 2700. 2700-ün də üstünə 500 gələndə eləyir 3200. Cavabımız olacaq A bəndi. 26-cı sual. Verilmiş qrafika əsasən insan dərindən nəfəs aldıqdan sonra dərindən nəfəs verirsə nə qədər hava xaric etmiş olar? Burada da yenə eyni bayaqki sualdakı kimi bizdən ağciyərin həyat tutumunu soruşur. Ağciyərində həyat tutumu tənəffüs hava, üstəgəl əlavə hava və üstəgəl ehtiyat havadan ibarətdir. Tənəffüs havayı yenə burada baxıram 3000, 2500 çıxıram eləyir 500, tənəffüs havam 500-dür. Əlavə havaya baxıram 5700-dən 3000 çıxanda eləyir 2700, bu əlavə havamdır. Ehtiyat havaya da baxıram 2500-dən də 1200 çıxanda eləyir, bu da 1300. Bunları da toplayanda 4000 bu eləyir, 500 də bu eləyəcək 4500. Cavabımız olacaq B bəndi.